Uca Allah Məhəmməd Peyğəmbəri sallallahu aleyhi ve sellem öz risaləsi ilə seçmiş və ona müqəddəs Quran-ı Kərimi nazil edərək bu Quranda bir çox əmrlərlə bərabər Quranı da bəyan etməyi də əmr etmişdir. Allah buyurur, sənə də zikri nazil etdik ki, insanlara onlara nazil olanı bəyan edəsən və bəlkə onlar fikirləşərlər. Ən-Nəhl surəsi 44-cü ayə. Ayədə əmr olunan bəyan edəsən sözü iki şey əhatə edir. Birincisi, Quranın nazil olduğu kimi və əmr olunduğu kimi tərtiblə bəyan etmək, Qurandan heç də gizlətməmək. Rəvayət edilir ki, Ayşə demişdir, kim desə ki, Peyğəmbər Allahın əmrindən nə isə gizlətmişdir, artıq Allaha böyük bir iftira demiş olar. Sonra Ayşə bu ayəni oxudu. Ey elçi, Rəbbindən sənə nazil ediləni təbliğ et. Əgər belə etməsən, onun göstərişini, sənə tapşırdığı elçilik vəzifəsini yerinə yetirmiş olmazsan, Allah səni insanlardan qoruyar. Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola yönəltməz. Əl-Maidə surəsi 67-ci ayə. İkincisi, açıqlamasına ehtiyac olan ayələri, cümlələri, sözləri ümmətinə bəyan etməkdir. Bu çox vaxt ümumi və yığıcam ayələrdə olur ki, Sünnə onu açıqlayıb bəyan edir. Bu bəyan Peyğəmbərimizin ona Allahın salavatı və salamı olsun sözləri, felləri və ya təsdiqi ilə olur. Məsələn, Təyyəmmüm ayəsində Uca Allah buyurur, əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmuşsunuzsa, cinsi əlaqədə olmuşsunuzsa, su tapmasanız, təmiz torpaqla təyyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Əl-Maidə surəsi 6-cı ayə. Sünnə bəyan edir ki, bu ayədə nəzərdə tutulan əl sözü yalnız əlin üstü deməkdir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur, təyyəmmüm bir dəfə əli torpağa vurmaqla üzə və iki əlin üstünə çəkməkdir. Əl-Buxarinin səhih əsəri 347-ci hədis. Hədisi düzgün başa düşülməyən ayələrdən daha bir neçəsini xatırladaq. Uca Allah buyurur, İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır. Əl-Ənam surəsi 82-ci ayə. Səhabələr ayədəki zülm sözünü ümumi başa düşüb, hər növ zülmü, hətta kiçik zülmü də əhatə etdiyini başa düşmüşdülər. Ona görə də bu ayə onlara çətin gəldiyindən Peyğəmbərdən soruşdular. Ey Allahın elçisi, bizdən kim imanına zülm qatmır ki? Peyğəmbər buyurdu, bu belə deyil. Ayədə nəzərdə tutulan zülm şirk deməkdir. Loğman sözünü eşitməmisinizmi? Həqiqətən şirk böyük zülmdür. Loğman surəsi 13-cü ayə. Əl-Buxarinin səhih əsəri 32-ci hədis. Həmçinin Uca Allah buyurur, yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanıza görə sizə günah gəlməz. Ən-Nisa surəsi 101-ci ayə. Zahiri mənasına görə səfərdə olarkən yalnız təhlükə olanda namazı qısaltmaq olar. Buna görə də bəzi səhabələr Peyğəmbərdən soruşaraq dedilər, səfərdə əmin-amanlıq olarkən biz namazı niyə qısaldaq ki? Peyğəmbər buyurdu, bu Allahın sizə verdiyi sədəqədir. Bu sədəqəni qəbul edin. Müslimin səhih əsəri 1106-cı hədis. Daha bir ayədə Uca Allah buyurur, leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, ölməmiş, kəsdikləriniz istisnadır. Dik qoyulmuş daşlar üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Əl-Maidə surəsi 3-cü ayə. Peyğəmbərin sallallahu aleyhi ve sellem sünnəsi bəyan etmişdir ki, ölmüş heyvanlardan hər növ balıq və çəyirtkə, qanlardan isə qaraciyər və dalaq halaldır. Peyğəmbər buyurur, iki növ ölü və iki qan bizə halal edilmişdir. İki növ ölü, balıq və çəyirtkə, iki növ qan isə qaraciyər və dalaqdır. İmam Əhmədin Musnəd əsəri 5722-ci hədis.